Bismillahirrahmanirrahim. Değerli izləyicilər, bugün biz şər üçbucağı haqqında danışacağıq. Dünyanın yeni düzəninin formalaşdığı bir dövrdə bu üçbucağın yaranması bizi tarixi keçmişə və keçmişin müvəffəqiyyətsizliyinə doğru aparmağa məcbur eləyir. Hələ 1910-cu, 11-ci illərdə, yəni Birinci Dünya Müharibəsi dönəmində biz baxıb görürdük ki, Osmanlı Türkiyəsi heç bir zərurət olmadan Antanta dövlətlərinin əleyhinə olaraq Almaniya ilə birləşərək Osmanlı İmperiyasının süqutunun təməlini qoydu. Düzdür, bu süqut prosesi nasyonalizmin müəllifi Yahudi olan millətçilik ideologiyasının Osmanlı hakimiyyətinə, hökumətinə hakim olduğundan sonra proses yavaş-yavaş getməyə başlayırdı. Bu ittifaq onu daha da sürətləndirdi və nəhayət yəni Birinci Dünya Müharibəsinin sonunda Türkiyə çox böyük belə də ki, rəzalət içərisində, ağır şərtlər qarşısında təslimçilik aktına qol çəkmiş oldu və bununla da Osmanlının süqutu reallaşdı. Və bu gün də şər üçbucağı adlanan Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə hökumətinin yaratdığı bu ittifaq birbaşa İslam dünyasının, insanlıq dünyasının əleyhinə yönələn bir ittifaqdır. Yəni bu ittifaq öz müdafiəsini bacarmayan Səud rejiminin müdafiəsi üçün yaradılan bir ittifaqdır. Yəni qaçılmaz bir faktdır ki, regionda Qərbin köləsi olan ölkələrin artıq məhv olmaq prosesi başlayıb. Bu ölkələr artıq xalqlarında bir oyanış başlayıb ki, kölə olmaq zamanı deyil. Və bu ölkələrin önündə duranlardan biri və Qərb dünyasının maddi bazası hesab olunan Səudiyyə Ərəbistanı olduğu üçün Qərb İrandakı məğlubiyyətini belə deyək ki, örtbasdır eləmək üçün və bu müharibə yeni qüvvələr cəlb eləmək üçün məhz bu şər üçbucağını yaratdı ki, təşkil elətdirdi ki, artıq bu üç dövlət birləşib müsəlmanlara qarşı müharibəyə qalxsınlar. Əgər bunlar Məkkə İttifaqı adlanan bu şər üçbucağı həqiqətən İslam mənafeyinə xidmət etsəydi, bu Qəzzada günahsız insanların qanı su yerinə axıdılanda təşkil olunardı və məzlumları müdafiə edərdi. Bu açıq-aşkar onu göstərir ki, Qərbin yeni fitnəsidir. Regionda, şərqdə məğlubiyyəti qaçılmaz olan şərqin ikinci B planıdır. Ona görə də həqiqətən də bu çox acınacaqlı bir vəziyyətdir. Türkiyə xalqı da bunu anlayır. Bütün dünya insanları da bunu anlayır. Lakin o bütün sivilizasiyadan, siyasi düşüncədən kənarda olan Səud və Pakistan qovumları bunları anlamaqda çox böyük çətinlik çəkirlər. Reallıq isə bundan ibarətdir. Vəssalamu aleykum və rəhmətullah.